Bəzi adamlar var, həm spirtli içki içirlər və ya qadağan olunmuş bəzi öz bildiyinizdə nələrdənsə qəbul edirlər, həm də eyni zamanda namaz qılırlar. Çox təəssüflər olsun ki, həm də hacı pivəsi bir brendində bir şey də lağlağı obyektinə çevrilib. Və çox təəssüflər olsun ki, bəziləri də belə iddia edirlər ki, Quranda spirtli məst edici içkilər haram edilməyib. Sadəcə deyilib ki, ağlın başında olmadıqda namaz qılma. Spirtli içki iç və ya neysə qəbul elə, ağzı yaxala, pakla, biraz özünə gələndə namazı qıl və salam. Mən bu barədə geniş danışmışam, amma gəlin sizə bir neçə hədis oxuyum. Peyğəmbərə nisbət verilir ki, Həzrət buyurdu, elə bir ev yoxdur ki, bu 4 şeydən biri ora daxil olsun və o ev dağılmasın, bərəkət oradan uzaqlaşdırılmasın. Hansılardır? Xəyanət, məst edici içki içmək, oğurluq və zina. Yəni bu 4 şey o evə daxil olsa, o ev xarabaya qalar və bərəkəti də uzaqlaşar. İmam Sadiq əleyhissalamdan nəql olunub ki, məst edici içkiyə aludə olan şəxs Allahın huzuruna bütpərəst kimi gələr. Kim ondan bir qurtum içsə, Allah 40 gün onun namazını qəbul etməz. Bu məsələyə şərh verəcəyəm. Bu da diqqət ediləsi bir şeydir. İmamların birindən nəql olunub ki, kim bir mil, yəni sürmə çubuğu miqdarında belə sərxoş edici içki ilə gözünə sürmə çəksə, Allah Taala da onun gözünə otdan olan 1 mil sürmə çəkər. İndi burada sürmə nə deməkdir burada? Görünür ki, o dövrdə bəzi göz xəstəliklərini şərab, yəni məst edici bir içki ilə sağaltmağa çalışırdılar. Bizdə də var belə bir ənənə. Əşi, boğazva araqdan kompres qoy. Müəyyən dövrlərdə bir neçə qurtum araq içkilən ki, bədənin özünə gəlsin, viruslardan təmizlənsin və yaxud da ki, qırmızı bir çaxır içmək insanın qanını artırır. Çox təəssüflər olsun ki, bəzən bu iddiaları həkimlər belə verirlər. Lakin unutmaq olmaz ki, Allah Taala həqiqi şəfanı heç vaxt haram etdiyi bir şeydə qoymaz. Daha sonra yenə də nəql olunub ki, imamların birindən ki, damarlarında ondan məst edicidən, yəni bir şey qaldığı müddətcə Allah onun namazını qəbul etməz. Yenə də İmam Sadiqdən nəql olunub ki, Allah Taala şərr üçün qıfıllar yaradıb və həmin qıfılların açarlarını isə məst edici içki edib. Yalan isə içkidən daha da şərdir. Yəni sən onu açan kimi dərhal o biri günahlar da ortaya çıxır. Görün nə qədər faciələr törədilir. İçkiliydim, ağlım başımda değildi, başım işləmirdi, nə bilim filan etmirdi. Bəli, o qıfıl açıldısa, onun ardı gəlməkdədir. Sonra yenə də İmam Sadiqdən nəql olunub ki, oğurluğa, zinaya və şərab içməyə aludə olan şəxs bütpərəst, yəni bütə tapınan şəxs kimidir. Niyə görə? Zinakar zina obyektinə tapınmağa başlayır. Yəni Allahın əmrlərini atır. Yox, mən dayana bilmirəm zinasız, dayana bilmirəm oğurluqsuz, dayana bilmirəm məst edici içkisiz, şərabsız. Deməli sən Allahı qoymusan, başqa şeyə tapmağa başlamısan. Daha sonra İmam Baqirdən nəql olunub ki, Rasulullah sallallahu aleyhi və alihi və səlləm şərab ilə bağlı 10 nəfərə lənət edib. Onu əkənə, qoruyana, yəni bağbanına, sıxana, içənə, içirənə, daşıyana, özünə daşınana, yəni sifariş verənə, satana, alana və onun pulunu yiyənə. Daha sonra başqa bir hədisdə deyir ki, şərab içən şəxs Allah Taalanın kitabını təksib edir, yəni yalan sayır. Çünki o Allah Taalanı həqiqətən təsdiq etsəydi, onun haram buyurduqlarından çəkinərdi. Bəli, buna diqqət edin, Peyğəmbərdən nəql olunub. Kim öz damarlarından birinə çoxu sərxoşluq yaradan azca bir şey daxil edərsə, Allah Taala həmin damara 360 növ əzab verər. Digər məsələ də burasındadır ki, burada təkcə şərab yox, damara daxil edilən və insanı məst edib ağlını başından aparan digər şeylər də nəzərdə tutula bilər. Daha sonra burada az miqdarda qeyd edilib. Bəziləri deyir ki, yox, məqsəd odur ki, içib özümü itirmək pisdir. Mən içirəm, özümü də idarə edirəm, gedirəm evdə də yatıram. Yox, görürsünüz, azca da daxil etsə, yəni eyni hökmü daşıyır. Bir nəfər İmam Sadiqdən nəql edib ki, imamdan şərab içən şəxsin halı barədə soruşulduqda belə cavab verdi. Allah onun 40 gün namazını qəbul etməz və bu 40 gün ərzində onun
tövbəsi yoxdur. Əgər bu müddət ərzində ölərsə cəhənnəmə daxil olar. Yaxşı, bu 40 gün nə deməkdir? Belə bir ehtimal olunur ki, digər hədislərdə də var ki, insan bir haram bir şey qəbul etsə, o insanın daxilində 40 gün ərzində qalır. Yəni bunun təsirləri səndən çıxıb getməlidir axı. Güman ki, bu şərab da haram məsələsi, içki də insanın daxilində 40 gün ərzində qalır. Bu adamın tövbəsi yoxdur deməsi ola bilər ki, içki insanı tövbədən uzaqlaşdırır deməkdir. Yəni insanın zehninə də gətirmir ki, yox, mən bir tövbə edim, bundan xilas olum. Hər halda bu qapıları bağlamır. Ola bilər ki, insan həqiqi, nəsuh, içdən peşman olaraq tövbə etsin, Allah onu müvəffəq eləsin. Bəli, bunu biz deyə bilmərik ki, mütləq şəkildə budur. Lakin bu təhlükədir. Yəni sən edə bilərsən ki, bununla oynayarsan və nəticədə 40 gün nə namazların qəbul olunar, nə duaların qəbul olunar, nə də sənə tövbə etmək qismət olar. Belə halda da ölsən, sözsüz ki, cəhənnəmə daxil olacaqsan.